2014-cü il oktyabrın 18-də Gəncədə səfərdə olarkən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva şəhərin gənc sakini Ümid Həbibovla görüşmüşdülər. Salam, çox sağ olun. Bu da xüsusi istedadlı. Neçə yaş var? O 5-ci sinifdədir. Oy, Allah'ın üstüne bak. Adın nədir sənin? Ümid. Sizə neçə dəfə internetlə məktub da göndərilib? Yox, Bir dəfə onu müəlliməm bizə danışmışdı. Bir dəfə bir uşaq ona məktub yazır və onun öz ad günündə iştirak eləməyini istəyir. Koyam Elizabetdə onun ad gününə gəlir. Yani ben de istəyirəm. Çox yaxşı. Sən çağır bizi, biz də gələk də sənin adın. Biz də gələk, əlbəttə. Sənin ad günün nə vaxtdır? 19'u var. Mart. Novruz bayramı ərəfəsində. Çox yaxşı. Sağ olun. Martın 19-da dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva ad günü münasibəti ilə Ümid Həbibovu Prezident sarayına çay süfrəsinə dəvət ediblər. Salam. Salam, təbrik edirəm. Necəsən? Sağ olun. Baxı çəkilir bunlar. Səninlə keçən il Gəncədə görüşmüşdük. Sən də bizi ad gününə dəvət etdin. Mən də dedim ki, çalışacağım ki, gəlim, amma görürsən də bugün Novruz bayramını biz qeyd edirik, ona görə gələ bilməmişəm. Amma səni dəvət eləmişəm Bakıya, sən də gəlmirsən. Mən də sizə qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm. Daima ölkəmizin başında olasınız. Ölkəmizin üstündən əksik oluyorsunuz. Sağ ol, mən də səni təbrik edirəm, xahiş edirəm, mənim təbriklərimi bütün Gəncə sakinlərinə çatdırasan. Sən çox gözəl oğlansan, eşitmişəm ki, yaxşı oxuyursan. Və çox şadam ki, çox gözəl gənclər, uşaqlar yetişir ki, gələcəkdə sənin kimi uşaqlar ölkəmizi idarə edəcək. Bu doğum günü münasibəti ilə bəzi hədiyyələr də var. Mənim adımdan bu saatı bağışlayıram. Burada da məndən. Sənə yadigar qalacaq, burada yazılır, ad günündə var. Mənim saatıma təxminən oxşayır, görürəm. Eyni olmasa da oxşayır. Sizin məni elə Prezident sarayına dəvət etməyiniz, mənimlə görüşünüz çox böyük hədiyyədir. Sonra Leyla Əliyeva və Arzu Əliyeva Ümid Həbibova hədiyyələr təqdim etdilər. Daha sonra dövlətimizin başçısı və ailə üzvləri Ümid Həbibovla söhbət etdilər. Təşəkkür ederim. Cənab Prezident, siz səhv eləmirəmsə 17 mart tarixində bu il Türkiyə şəhərində Qarsda, bəli. Tamak layihəsinin açılışını elədiniz. Təməl qoyması. Mən sizə uğurlar arzu edirəm. Ölkəmdə uğurlar arzu edirəm. Çox sağ ol. Mehriban xanım, siz də dünən Bakı Olimpiya stadionunun açılışını etdiniz. Cənab Prezidentlə bərabər. Mən sizi televiziya vasitəsilə izlədim. Sizə də birinci Avropa oyunlarının münasibəti ilə sizi təbrik edirəm ki, birinci dəfə bizdə keçirilir və ölkə idmançılarımıza öz təbrikimi bildirirəm. Sağ ol. Bəli, uğurlar arzulayır. Sən də gəl. Biz də sənə dəvət edirik oyunlara. Oyunların açılışında və bütün oyunları izləyəsən. Bəli. Sən də bizim fəaliyyətimizi izləyirsən, görürsən. Tanak layihəsi belədir ki, sənin kimi uşaqlar gələcəkdə bundan bəhrələnəcəklər. Bütün Azərbaycan xalqı. Sən neçənci sinifdəsən indi? 5-ci sinifdə. 5-ci, bitirirsən 5-ni, keçirsən 6-ya. Xarici dillər Mən zəif idim, mən 4 illikdən. Yenicə mən bildiyiniz kimi Gənclər Cümhuriyyət Ali Məktəb liseyində xüsusi istedadlılar sınıfına imtahan verərək 4-cü sinifdən qəbul olmuşam. Və 4-cü sinifi bitirəndən sonra indi orada ingilis dili keçirsin. İngilis dili indi
bu ildən yavaş-yavaş başlayırsan. rus dilində. Rus dilini öyrənirsən. Öyrənirsən, əla. Çox yaxşı. Və necə oxuyursan, necə yaxşı? Yaxşıdır, bəli, dərslərim yaxşıdır. Dərslərimiz yüksək səviyyədə keçirilir. Gəl onda səninlə. Sənin üçün tort bişiriblər. Günü otur, sən gəl özün gəzirsən də, gəl bura. Allah'ını saxla. Bir də tebrik edirəm, bir parça. Kəs. Allah. Bunu ver prezidentə. Sağ ol. Bir dənə də yesin. Əsasən yemez. Səninki, əyləş. Can vermədən. Əyləş. Gəncədə necədir işlər, nə var? Yaxşıdır. Günü-gündən gözəlləşir bizim şəhərimiz. Bəli, çox gözəl. Hər il mən Gəncədə oluram da, sən görürsən. Keçən il olanda da səndən təsadüfən görüşdük Bəli. və çox yaxşı bir görüş oldu. Dərhal gördüm ki, sən çox istedadlı uşaqsan, vətənə bağlı uşaqsan və bilikli uşaqsan. Yəni izləyirsən mənim fəaliyyətimi. Daima, atam da daima xəbərləri izləyir, mən də izləyirəm onunla bərabər. Çox yaxşı. Bakıda olmuşsan, neçə? Bəli, bir neçə dəfə olmuşam, hətta içəri şəhərə də getmişəm. Çox yaxşı. Qız qalasına girə bilməsəm deyəndə görmüşəm. İndi Qız Qalası təmirdən sonra içəridən təmir getmiş, açılıb. Gedib baxa bilərsən. Bakıda görməli yerlər çoxdur. Bəli, belə yer mərkəzində də tanış oldum. Burada yaxşı maşın sərgisi var. Bəli, gördüm, Heydər Əliyevin sürdüyü, yəni iştirak etdiyim. Gəncədə də görməli yerlər çoxdur, tarixi abidələr çoxdur. İndi də çox Bizim sürətlə elə inkişaf. məktəbin yanında da çox sayda abidələr var, tarihi.